Başdan baxaq biz bunlara. Deməli, təhsil verənlərin etik davranış prinsiplərində qanunçuluq nədir? Deyir ki, təhsil verən əmək funksiyasının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ hüquqi və normativ və hüquqi normativ xarakterli aktların tələblərinə əməl etməlidir. Məsəl üçün, burada nədən danışır? Qanunçuluq deyəndə, qanunçuluq elə adından da bəllidir ki, qanuna riayət etmək lazımdır. Qanunçuluqdan danışır. Məsəl üçün, deyir ki, hər bir təhsil verən əmək funksiyasının icrası zamanı. Məsəl üçün, biz bilirik ki, hər bir işçi işə götürülən zaman işçi ilə işə götürən arasında əmək müqaviləsi imzalanır və bu əmək müqaviləsində də hər bir işçinin əmək funksiyası göstərilir. Məsəl üçün, hər gündəlik işçinin həyata keçirəcəyi iş, görəcəyi iş, onun əmək funksiyası mütləq şəkildə icra etməlidir. Əgər o həmən əmək funksiyasını icra etdiyi zaman deyir, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının və tərəfdarçılığı beynəlxalq müqavilələr hər tərəfli onlara əməl etməlidir. Əgər bu əməl etməsə, o qanunçuluq prinsipini pozmuş olur. Məsəl üçün, ola bilir ki, direktordur. Direktor öz işini normal şəkildə yerinə yetirmir, qanundan kənar çıxır, qanunsuzluq nəsə bir iş görür. Ümumiyyətlə, hər bir işçidə, hər kəs orada qanuna zidd olan nəsə hərəkət edirsə, o etik davranış prinsiplərinə görə qanunçuluq prinsipini pozmuş olur. Bir də var idi vicdanlı davranış. Vicdanlı davranış deməli, təhsil verən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətli və səmərəli yerinə yetirməyə borcludur. Təhsil verən hər bir şəxs üçün vicdanlıq nümunəsi olmalıdır. Məsəl üçün, bir insan işini gördüyü zaman mütləq şəkildə vicdanlı hərəkət etməlidir. Hər bir kəsə vicdanlıq nümunəsi olmalıdır da. Məsəl üçün, hər bir təhsil verən cəmiyyətin və dövlətin maraqları naminə öz fəaliyyətinin keyfiyyətli və səmərəli yerinə yetirməyə borcludur. Məsəl üçün, əgər ki, o iş sənə tapşırılıbsa, sonda o işin sonunda dövlət sənə onun müqabilində maaşla təmin edirsə, mütləq şəkildə sən o işini vicdanlı yerinə yetirməlisən, keyfiyyətli yerinə yetirməlisən və səmərəli yerinə yetirməlisən. Ona görə ki, sən işlədiyin müəssisə gələcək nəsillərimizin inkişaf etdiyi bir müəssisədir. Sən də təhsil verən olaraqdan, təhsil işçisi olaraqdan vicdanlı olmalısan. Məsəl üçün, ən əsası da hər bir kəs özü ayın sonunda düşünməlidir ki, düşünməlidir ki, ayın axırında aldığım maaş mənə halaldırmı? Yəni, mən öz işimi vicdanlı mı gördüm? Yəni, keyfiyyətli mi yerinə yetirdim? Səmərəli mi yerinə yetirdim? Mən nə dərəcədə vicdanlı bir davranış göstərdim? Yəni, bunu hər zaman düşünmək lazımdır. Yəni, ümumiyyətlə, vicdanlı hərəkət etmək lazımdır. Loyallıq deyəndə burada nədən danışılır? Deyir ki, təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və ya digər təhsil müəssisələrinin, digər orqanların, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar qanunsuz fəaliyyət istisna olmaqla tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verməsinə çəkinməlidir. Deməli, loyallıq. Loyallıq prinsipinin adı çəkiləndə yadımıza ilk öncə bu düşsün ki, deyir ki, hər hansı bir təhsil verən öz vəzifəsinə aid olmadığı hallarda işlədiyi və ümumiyyətlə digər təhsil müəssisələri haqqında lazımlı oldu, olmadı, nələrsə danışmaq. Məsəl üçün, bir təhsil işçisi marşrutda yol gedir, avtobusda yol gedir. Yol getdiyi zaman orada lazımsız söhbətlər edir. Direktorun arxasınca danışır, ya məktəbin arxasınca danışır, ya dövləti təhsil arxasınca danışır. Deməli, bu insan burada nə etmiş olur? Burada etik davranış prinsiplərinə görə loyallıq prinsipini pozmuş olur. Yəni, loyallıq deyəndə bu yadınıza düşsün ilk öncə. Yəni, hər bir kəs, hər bir təhsil işçisi deməli,
tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsini çəkinməlidir. Yəni etməməlidir də. Bir sözdən qeybət deyək də. Ola bilər ki, hansısa qonaqlıqdadır, qonaqlığa gedibdir. Həmən təhsil işçisi durub təhsil haqqında, məktəb haqqında nəsə danışırsa, deməli burada etik davranış prinsiplərinə görə loyallıq prinsipini pozmuş hesab edilir. Həmçinin də təhsil verən öz fəaliyyəti ilə bağlı media və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olmuş qaydalara əməl etməlidir. Məsəl üçün, hər hansı bir jurnalistə, media hardasa bir açıqlama verdiyi zaman qanunsuz söhbətlər etməməlidir. Bir də mədəni davranış var. Adından da bəllidir ki, davranış mədəni surətdə təşkil edilməlidir. Deyir, təhsil verən təhsil prosesinin iştirakçıları ilə davranışlar nəzakətli və təmkinli olmalıdır. Məsəl üçün, şagirdlərlə, müəllimlərlə, hər birisi ilə davranışında mədəni olmalıdır. Məsəl üçün, biz hüquq və vəzifələri keçəndə oradan görəcəyik ki, hər bir təhsil işçisinin hüquq və vəzifələri vardır, şagirdlərin hüquq və vəzifələri vardır, həmçinin valideynlərin hüquq və vəzifələri var. Deməli, hər bir təhsil işçisi özünün hüququnda deyilir ki, hər bir təhsil verən hüququdur ki, onun şəxsiyyətinə normal yanaşılsın da, alçaldıcı sözlər deyilməsin, normal yanaşılsın, onun hüququdur. Həmçinin də özünün də vəzifəsidir ki, şagirdlərin o cür yanaşsın. Həmçinin də iş yoldaşları ilə davranışına nəzakətli olmalıdır. Bunu biz hüquq və vəzifədə də keçəcək. Həmçinin mədəni davranışda göstərir. Təhsil prosesinin iştirakçıları, yəni iş yoldaşları nəzərdə tutulur. Nəzakətli və təmkinli olmalıdır. Ümumiyyətlə, bəzən baxırsan ki, həyatda bir neçə insan həyatı fərqlidir da. Baxırsan ki, kənardan yarlı yaraşıqlı bir xanımdır, amma ailəsi için bilmirsən də. Ola bilər bəzən kimsə evdə ailəsi ilə dalaşıb gəlirsə, hansısa problemi varsa, həmən problemini öz həyətinin, evinin qapısından içəridə qoymalıdır. Oradan çölə çıxartmamalıdır. Yəni, məktəb qapısına içəri gətirməməlidir onu. Ona görə ki, əgər sənin nəsə problemin varsa, bu sənə aiddir. Sən müəllimsənsə, təhsil işçisisənsə, səndə olan problemini, evdə olan nə hansısa problemini məktəbə gətirməməlisən. Məktəbdə uşaqlarda öz probleminə görə uşaqları acılamamalısan. Məsəl üçün, sənin kefin yoxdur, qaşqabaqlısan, nəsə problemin varsa, bu sənə aiddir. Sən o təhsil müəssisəsindəsənsə, öz işini, yəni ona görə kimisə kobudluq etməməlisən. Ümumiyyətlə, nəzakətli olmalısan, hər tərəfli nəzakətli davranmalısan. Əgər sən nəzakətli davranmırsansa, etik davranış prinsiplərinin mədəni davranış prinsipini pozmuş olursan. Sonra deyir ki, təhsil verən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətli yanaşmalı və onları dəyərləndirməlidir. Məsəl üçün, sən təhsil işçisi olaraqdan nəsə bir yanlış nəsə elədin də, doğru deyil bu. Qıraqdan da yaxşı qarşılanmadı, nəsə iş görübsən, səhv olubdur da. Nə bilim, bəlkə nəsə düzəldibsən, nəsə hazırlayıbsan, nəsə çıxıb, hər nəsə də ümumiyyətlə təhsilə aid bir şeydir. İndi sizin kənardan ola bilir ki, hansısa iş yoldaşınız sizin bu fəaliyyətinizlə əlaqədar buna irad tutur. Nəsə tənqidi fikir söylüyor. Bu tənqidi fikir söylədiyi zaman həmən iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmaq lazımdır. Onları dəyərləndirmək lazımdır. Məsəl üçün, deyə bilməzsən ki, mən yaxşı eləyirəm, özüm bilərəm, sənə nə də? Heç vaxtı olmaz. Əgər sən təhsil işçisənsə, mədəni davranış prinsiplərində xidmət fəaliyyəti ilə əlaqədar iradlara və tənqidi fikirlərə hörmətlə yanaşmalısan, onları dəyərləndirməlisən. Ola bilər ki, sabahki gündə də həmən iş yoldaşın nəsə bir iş görəndə, nəsə olanda, onda da siz öz iradlarınızı, tənqidi fikirlərinizi ona bildirə bilərsiniz. Bir də deyir ki, təhsil verən xarici görkəminə və geyiminə çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır. Əlbəttə ki, müəllim öz geyimi ilə, keçimi ilə, oturuşu, duruşu ilə,
hər tərəfli, nümunə olmalıdır danışığı ilə, nümunə olmalıdır hər bir kəsə. Ona görə də ən əsası da bu geyimlə bağlıdır. Korporativ geyim qaydalarına görə təhsil işçiləri məktəbə şalvar, spor ayaqqabı, çox uzun dırnaqlar, abartılı makiyaj, yəni çox qırqızıl belə şeylər taxmamalıdırlar. Yəni məktəbə uyğun olaraq geyim keçim qaydası vardır ki, çox açıq-saçıq geyimlər geyməməlidirlər. Həmçinin nizam-intizam qaydalarına əməl etməlidirlər. Geyindikləri, keçindikləri də həmən təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır. Bir də var burada qərəzsizlikdən danışırıq. Bəzən bu başlıqlara baxanda tam olaraq adam belə başa düşə bilir ki, nədən danışılır. Qərəzsizlik deyəndə hər hansı bir təhsil işçisi mütləq şəkildə qərəzsiz olmalıdır. Şagirdlərə və yaxud iş yoldaşlarına qərəzli yanaşmamalıdır. Ola bilər ki, siz kitabxana işçisisiniz, laborantsınız, müəllimsiniz, fərqi yoxdur. Sizin qarşınızda hər hansı bir şagird varsa, mütləq şəkildə hər birisinə eyni gözlə baxmalısınız. Yəni onun dininə, dilinə, irqinə, məsəl üçün deyir, təhsil verən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı. İrqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə mənsubiyyətinə, əqidəsinə, ictimai və siyasi mənsubiyyətinə görə təhsil alanlar və təhsil prosesinin digər iştirakçıları fərq qoymamalıdır. Məsəl üçün, əvvəlki illərdə olurdu ki, məsəl üçün, uşağı tutturanda partada deyib, bu direktorun nəvəsidir, bu hansısa həkimin uşağıdır, gəlsin birinci partada otursun, bu digər uşaqlar arxada otursun. Yəni, ümumiyyətlə bərabərlik gözlənilmirdi. Nəsə də bir qərəzli yanaşma olurdu. Ən əsaslı qərəzsizlik deyəndə ola bilər ki, siz qonşunuzla davalısınız, danışmırsınız. İndi onun uşağı gəlir sizin sinifinizdə dərs deyirsiniz və yaxud kitabxanaçısınız, kitabxananıza gəlib, laborantsız laboratoriya otağına gəlib, ona qərəzli yanaşmamaq lazımdır, sırf anasına görə qərəzsiz olmaq lazımdır. Məsəl üçün, əlbəttə ki, o uşaqdır, təhsil müəssisəsidir, onları qarışdırmaq olmaz. Heç cürə, heç bir uşağa qərəzli yanaşmaq olmaz. Məsəl üçün, uşaq rus uşağıdır, sinifə gəlirsə, yox, sən russan, sən keç arxada otur və yaxud sənə rusda ona cırıq kitab verilsin, Azərbaycanlıya təzə kitab verilsin. Yəni, olmamalıdır. O bərabərlik gözlənməz, yəni qərəzsiz olmalıdır, qərəzsizlik olmalıdır burada. Deməli, deyir ki, təhsil verən özünün və ya maraqlı şəxslərin mənafelerini vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsi yol verməməli və buna şərait yaratmamalıdır. Məsəl üçün, təhsil verən özünün öz maraqları naminə öz işini qurmamalıdır da, buna yol verməməlidir. Yəni, qanuna uyğun hərəkət etməlidir. İctimai etimada gəldik. İctimai etimadda nədən danışılır? İctimai etimadda deyilir ki, təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Hər bir təhsil verən hər bir vəziyyətdə özünü ələ almağa bacarmalıdır, təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə çalışmalıdır, onun adını, şərəf və ləyaqətini uca tutmalıdır və həmçinin də uca tutmağa borcludur. Təhsil verən etik davranış qaydalarına onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Məsəl üçün, biz yuxarıda sadaladığımız etik davranış prinsiplərində hər hansı bir prinsip pozulduğu zaman mütləq şəkildə ictimai etimad göstərmək lazımdır. Məsəl üçün, deyir ki, təhsil verən etik davranış qaydalarının onun tərəfindən pozuldusa, həmən etik davranış prinsipi qayda onun tərəfindən pozulmasının nəticəsinin aradan qaldırmalı, yəni ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Yəni, məsəl üçün, biz deyirik ki, əlbəttə ki, hər bir təhsil işçisi etik davranış prinsiplərini mütləq şəkildə əməl etməlidir. Əgər əməl etmirsə, hər hansı bir cəza tədbiri görülə bilər. Ola bilir ki, hər hansı bir etik davranış prinsipinə pozğunluğu ortaya çıxarıldısa, bir il işdən azad edilir, bir il müddətində o təhsil müəssisəsindən kənarlaşdırılır. Sırf əlbəttə ki, müddətsiz müqavilə ilə işləyən şəxslərdir, tam olaraq işdən kənarlaşdıra bilmir, olmur, sadəcə olaraq bir il müddətində işdən kənarlaşdırılır. Yəni, ictimai etimad budur ki,
təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirmək lazımdır. Həmçinin də əgər hər hansı bir etik davranış prinsipi pozulduğu zaman həmin o pozuntunun, həmin nəticəni aradan qaldırılması üçün tez ictimai etimadın bərpası üçün tədbirlər görmək lazımdır. Təhsil verən çalışdığı təhsil müəssisəsi və onun rəhbərliyinin fəaliyyəti barədə media və subyektiv qanunvericiliyə uyğun edilmiş hallarda doğru, dürüst məlumatlar almasına köməklik göstərməlidir. Məsəl üçün, bəzən olur da, məktəblərə jurnalistlər gələ bilir. Nə bilim, haradasa ola bilir ki, hər hansı bir müsahibə götürülə bilir ki, çalışdığı məktəb haqqında. Ona görə də mütləq şəkildə bu ictimai etimadda da göstərilir ki, təhsil müəssisəsi haqqında doğru, dürüst məlumatlar alınmasına köməklik etməlisən. Sonra deyir, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf, ləyaqətinə və işgüzar nüfuzuna hörmət etməlisən. İctimai etimad da bunu göstərir. Təhsil verən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqətinə, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə belə yol verməməlidir. Məsəl üçün, hər bir təhsil işçisi, əlbəttə ki, sən təhsil işçisənsə, təhsil verənsənsə, məsəl üçün, hər tərəfli özünü ələ almağı bacarmalısın. Ola bilir ki, əsəbləşə bilərsən, nəsə ola bilər. Yəni, tez bir zamanda özünü ələ almaq lazımdır, özünü yığışdırmalısan. Yəni, məsəl üçün, təhsil verən insanların hüquq və azadlıqlarını, məsəl şərəf ləyaqətini, işgüzar, məsəl üçün, pozuntular olmamalıdır, şərəf ləyaqətinə hörmətlə yanaşmalıdır. Hər nəsə də işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməlidir. Təhsil verən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsil alanların, onların valideynləri və digər qanun nümayəndələrinin, habelə həmkarların şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini təmin etməlidir. Məsəl üçün, təhsil verən əlbəttə ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla deyir. Deməli, vəzifəsinin icrası ilə bağlı təhsil alanlar içərisində, valideynlər, ümumiyyətlə müəllimlər içərisində hər hansı bir nəsə varsa, hər hansı bir nəsə bir məlumat varsa, informasiya varsa, onun məxfiliyi qorunmalıdır. Məxfiliyi nəzərə alınmalıdır. Ən əsası iclaslar keçirildiyi zaman mütləq şəkildə məxfilik qorunmalıdır ki, burada kiminsə uşağa nəsə bir iş elətsə, o boyda cəmaatın içərisində ehtiyac yoxdur ki, dilə gətirəsən deyəsən. Sadəcə olaraq bu uşağın öz valideyni ilə danışmaq lazımdır ki, onu məlumatlandırmaq lazımdır. Bəzən bugünkü gündə iclaslara bəzən valideynlər deyirlər ki, mən nəyə gedirəm, onsuz da uşağı danlayacaqlar, nəsə deyəcəklər. Ona görə də belə məxfilik qorunduğu zaman valideynlər iclasa gəlməkdən çəkinmirlər. Təhsil verən vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidməti, məlumatların məxfiliyini qorumalı, ictimailəşdirməməli, özünün və digər şəxslərin mənafeləri üçün istifadə etməməlidir. Ümumiyyətlə, etik davranış prinsiplərinə nəzər salanda biz görürük ki, çox yaxşı, çox gözəl bir şəkildə təşkil edilib bu prinsiplər. Əlbəttə ki, hər bir təhsil verən mütləq şəkildə bunlara riayət etməlidir. Bir də təhsil verənlərin xidməti davranışı var aşağıda. Onları özünüz üçün oxuya bilərsiniz. Sadəcə olaraq əsas bizə lazım olanlar etik davranış prinsipləridir. Məsəl üçün, təhsil verənlərin etik davranış prinsipləri deyəndə hansılar idi? Qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad. Bir də deyirəm, qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad. Mən bunların hər birisi ayrı-ayrılıqda dedim. Yəni, ayrı-ayrılıqda danışdım belə. Əslində, yadda qalmayası çətin heç bir şey yoxdur. Belə başlanğıcdan acı gələndən
başa düşmək olur ki, nədən danışılır. Mən Sevinç xanım material göndərmişdim sizə. Siz PDF çıxartmamışsınızsa, telefondan oradan oxuya bilərsiniz. Bu 6 prinsipi oxusaz, hazırlasaz kifayət edər. Səsi dinləsəz, göndərəcəm bu kaydı sizə və materialı oxusaz. İnşallah, məsəl üçün, gələn dəfə dərsə qoşulanda sual-cavab etsəz və testi göndərəcəm. Bu testi də işləsəz, mən elə gəlir ki, çətin heç bir şey yoxdur. Ümumiyyətlə, nəsə öyrənmək istəyəndə, baxın, səs dinləyirsinizsə, material oxuyursunuzsa, test işləyirsinizsə, sual-cavaba qoşulursunuzsa, mümkün deyil ki, nəsə öyrənməyəsiniz. Sadəcə olaraq buna zaman, vaxt ayırıb oxumaq və öyrənmək lazımdır. Tələm-tələsik yox. Səsi dinləyəcəksinizsə, arxayın, rahat şəkildə başa düşə-düşə, materialı da yenə başa düşə-düşə. Yəni, mən dediyim ki, həmişə deyirəm xanımlara, ay yoldaşım işdən gələcək, qoy bu materialı oxuyum tələm-tələsik, sonra mən yeməyi bişirim. Yox, axı siz yeməyi bişirməkdədir fikriniz. Materialı necə oxuyasınız ki, tələm-tələsik? Orada nə başa düşəsiniz? Heç nə. Harasa gedəcəm deyib materialı oxuyub sonra gedim. Yenə də bu heç nə əldə etmək olmur. Yəni, çox xanımlarda əlbəttə ki, məlum məsələ hər bir xanımın işi gücü olur. Amma elə etmək lazımdır ki, oxuduğunuz zaman məkanı, saatı doğru, düzgün seçəsiniz. Yoxsa orada televizor zır-zır-zırıldayır, haraya həşir, konsert gedir. Burada nə oxuyasan, nə yada qalsın. Ona görə sakit bir məkan. Ən yaxşı səhər tezinə saat 6-dan durub oxusaz yaxşı olar. Məsələn, mənim bir dənə qrupum var idi. Biz saat 6-dan durub qoşulurduq dərslərə. Elə yaxşı olurdu. Saat 6-dan dərsə qoşulurduq. Sonra mən 9-a dərsə gedib çatmalıydım. Elə bil ki, sürət qrupumuz idi. Gündə 2 dəfə qoşulurduq. Bir 6-dan, bir axşam. Yəni, əslində həqiqətən iş çoxluğuna görə vaxtı özünüz ayarlamalısınız ki, hansı saatda mən nə oxuyacağım deyə. Nəsə yadda qalmayası, qaranlıq qalan nəsə bir şey oldu mu Sevinç xanım, sizə anlaşılmayası? Yox, mənim aydındır. Hələ materialı bir-iki dəfə oxuyarsınız. Yəni, bayaq da o maddə 14-dən də oxuya gedirdim. Həm axşam da çox uzun uzadı da o. Öz dilimizdə Azərbaycan dilinə yazılmış cümlələrdir də. Mən belə çox açıqlaması da ehtiyac olan bir cümlələr deyil idi onda. Mən belə başa düşdüm. Dedim ki, yəni bundan danışaq, ona vaxtımız yetirincə. Onsuz da oxuyarsınız. Oxuyanda biraz başa düşəcəksiniz. Mən sağollaşım sizlə. Sağ olun. Hələ bir də o İKT-dən PDF də göndərərsiniz, zəhmət olmasa.